Rəbbin lütfü hər birinizlə olsun və Rəbbə minnətdaram ki, sizinlə bugün Allah kəlamı bölüşə bilirəm. Bugünkü mövzumuz, mən neçə vaxtdır 1-ci Şamuel kitabından vəz edirəm və bugünkü mövzumuz hökmdar Şaulun ikinci dəfə itaətsizliyindən olacaq. Bilirsiniz, bəzən insan səhv yola addım atanda geri dönmək çətin olur. Elə bil, qarlı dağın başından balaca bir qar topu düzəltmirsən, onu aşağı buraxanda o böyüyür, böyüyür və dayanmır. Və daha da sürətlə getməyə başlayır. Və bu, biz müqəddəs kitabın hər bir yerində, çox yerində Allahın cəza göndərdiyini görürük. Amma hər zaman Allah bir ümid yolu göstərir. Amma bəzən insan o ümidi görmür və ya ondan tutaraq geri dönmək istəmir. Hökmdar Şaulun həyatı da sanki buna bənzəyir. Yaxşı başlayan bir Rəbbin xidmətçisi, qısqanclıqla başlayan bir insan və indi sanki əlindən gələni edir ki, hər şey daha da pis olsun. Həyatının darmadağın olması üçün sanki əlindən gələni edir. Bugün görəcəyik ki, Şaulun həyatı daha da ağırlaşır və Allahdan uzaqlaşmaq daha da, məsafə daha da böyüyür. İstərdim sizlər üçün, əgər müqəddəs kitablarınız üstünüzdədirsə, aça bilərsiniz. 1 Şamuel 15-ci fəsil 1-dən 6-ya qədər. 1 Şamuel 15, 1-6. Şamuel Şaula dedi, Rəbb məni göndərdi ki, öz xalqı İsrail üzərinə padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə. Ordular Rəbbi belə deyir. İsraillər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə onları cəzalandıracağam. İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən, qadından, yeniyetmədən, südəmər körpəyə dək, öküzdən qoyuna dək, dəvədən eşşəyə dək, hamısını qır. Şaul xalqı çağırdı, Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu. O genlilərə dedi, gedib Amaleqlilərdən ayrılın ki, siz də onlarla bərabər qırmayın. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz. Genlilər Amaleqlilərdən ayrıldı. Bu mətndə vacib fikirlərdən biri bilirsiniz nədir? Şamuel vasitəsilə Allah Şaula deyir, dinlə. Allah belə deyir. Dinlə sözünün mənası tabe ol deməkdir. Dinlə sözünün mənası eşit deməkdir. İtaətkar ol deməkdir. Burada sadəcə hə, yaxşı deyib, özüm istədiyini etmək demək deyil. Burada Rəbbin əmrinə ciddi əməl etmək, onun sözlərini icra etmək deməkdir. Burada Rəbb bağışlayacaq da onsuz da.
never mind. Ola bilsin axıra kimi icra etməyim demək deyil. You can stop on your service. It doesn't mean like that. Rəbbimizi yumuşaldıb hansısa insan səviyyəsinə gətirməməliyik. We should not look Ki, hər şeyə onsuz keçəcək, because he will forgive us. fikir verməyək də bəzi şeylərə. Just don't pay attention about it. Rəbbin əmrləri ilə oynamaq olmaz. You cannot play with those laws. Bilirsiniz, Şaul birinci itaətsizliyində, səbirsizliyində bunu öz üzərində hiss etdi. Rəbbin qəzəbini biraz üzərində hiss etdi. He felt God's anger Rəbbin ona cavabını da eşitdi. and he heard God's anger. Amma burada bir fikir ortaya çıxır. But in this place, Ümumiyyətlə biz günah edəndə Allahın günaha olan münasibətini görəndən sonra yenə eyni günahı edirikmi? sin, and when we see God's reaction, do we do the same again after it? That's the question. Biz diqqətli olmalıyıq. We should be attentive. Şaul əmrləri eşitdi So, və hərəkətə keçdi. and Hələ ki, hər şey yaxşı gedirdi. everything is fine. Ordunu yığdı, saydı, Father, lazım olan yerə getdi. count their numbers. Hətta genlilərə dedi ki, Amaleklilərdən ayrılın. Genlilər İsrail xalqına kömək eləmişdi və Musanın qaynatasının nəslindən idilər. Ümumiyyətlə, Amaleklilər kim idi? Niyə Allah bu əmri verir? Who were Amalekites? Yaqub oğlu Esavın nəslindən gəlirlər. They were Onlar İsrail Misirdən çıxanda onlara kömək etmək əvəzinə Israel. Instead of helping them, ilk onlara hücum edən və düşmənçilik edənlər idi. who attacked them and became their enemies. Və onlar həddən artıq pozğun həyat yaşayırdılar. And they had very bad lifestyle. Bütün vaxtlarında çalışırdılar necəsə İsrailləri məhv etsinlər, All their time yox trying etsinlər. to kill all the Israelites somehow. Müqəddəs kitaba əsasən çox vaxt Amaleklilər ruhani aləmdə, ruhani düşüncədə murdarlığın və pisliyin rəmzidir. Origins and symbols of bad things in This their is- minds. Bəzən insanlar düşünür ki, Sometimes people think Allah burada genosid, soyqırım etmək istəyir God wanted to do genocide here, və edir də. and He does. Onlar belə düşünür. What they thought about it, Amma əslində xeyr. but in fact, it's not like Allah dərhal hökm vermədi. Onların günahı yetkin həddə çatdı ondan sonra. for their sin to a point, but after that, Allah xalqlara tövbə fürsəti verir. God gave them opportunity to return. Və əgər tövbə olmayırsa, o zaman They don't. hökm gəlir. He gives us decree. Yaradılış 15-16-da yazılıb. In Sənin Genesis 15:16, dördüncü nəslin burada qayıdacaq, your fourth generation will return. çünki Emorluların günah kasası hələ dolmayıb. Onların günah kasası artıq dolmuşdur. Haven't seen yet, but in this one, they already sinned. Allah illərlə onlara Anger. dözmüş, səbr etmişdi, şans God vermişdi. waited for them and gave them chance to return for years, many years. Onlar bu pislikdən dönsünlər. But they didn't. Bilirsiniz, Amaleklər sadəcə xalq deyil, Allahın xalqının planına qarşı çıxan qüvvə idi. Who went against God's nation's plan. Onların hücumları İsrailin məhv edilməsinə yönəlmişdi. The reason they attacked Israel was to destroy Israel. Allahın hökmü hansısa etnik qrupu məhv etmək deyil. God's decree is not about Allahın hökmü günaha və pisliyə qarşı idi. God's decree was against sin. Sevdiyim iki müəllif var, onların fikirlərini sizə söyləmək I istəyirəm. have two favorite writers. Clive Lewis'in yaxşı bir sözü var. Deyir, müqəddəs kitabda Allahın hökmü insan ədalətindən üstündür Much better və onun hikmətinə əsaslanır. and it is based on
for God's wisdom. William Lane Craig'in yaxşı bir fikri də var o da. And Değil. it's a nice idea. Allah Amalekliləri məhv etməsi soyqırım deyil. God's destruction of Amalekite people was a genocide. Çünki bu Tanrının günahı cəzalandırma hüququdur. It is the right of God to punish sin. Və biz görürük orada genlilər də var idi. And Allah onlara deyir oradan çıxın. God told them, leave that place. Allah qəddar varlıq deyil. Allah ədalətlidir. God is justice. Allah günahı cəzasız qoya bilməz. God cannot punish sin. He has to punish it. Və müqəddəs kitabın başqa yerlərində biz görürük ki, o xalqdan hələ sağ qalanlar da sonradan var idi. Some people from that nation. Eləcə də Esterin kitabında bütün İsraili məhv etmək istəyən Amanın nəsli Aman padşah Aqaqdan gəlirdi, Amalek padşahı. kill all Israelis, coming from the king of Aqaq. Ammon. Bilmirəm, Azərbaycanca belə gedir. Biz sonraki fəsil ayələrdə biz görürük ki, Şaul gedir, edir, amma görün nə edir o? What did he do? Amalek padşahı Aqaqı sağ tutdu. Bütün xalqı isə tamamilə qılıncdan keçirdi. But he killed Amma Şaul xalq ilə birlikdə Aqaqı və Amaleklilərin ən yaxşı qoyunlarını, they kept all the öküzlərini, köçəldilmiş heyvanlarını, quzularını hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi. He didn't kill all of the Gərəksiz və yararsız şeyləri tamamilə yox etdi. destroyed everything which he didn't it. But Biz görürük ki, o hücuma keçir, amma yarımçıq iş görür. he didn't finish his work. Allahın dediklərinin hamısını Allah dediyi kimi etmir. As God said. Onun padşahlarını və yaxşı heyvanları saxlayır. He kept best he had. Niyə axı Şaul Why they sold sənin Allahın əmrlərinə deyil, öz istəklərin həyatında irəli çıxır? words, but he decided to follow what he wanted. Və niyə sənin istəklərin irəli çıxır və Allahın əmrləri kölgədə qalır? Why you shadow God's decrees, but you do whatever you want to do? Yəni sən Allahdan ağıllısan, You think you are smarter than God? ondan yaxşı hər şeyi bilirsən. You know better than him. Niyə biz Allahın əmrini bəzən bilə-bilə onu yerinə yetirmək əvəzinə öz istəklərimizi bəzən irəli verib və onları yerinə yetirmək istəyirik? Niyə biz bəzən Allahın sözlərini eşidirik, qəbul edirik, We hear God's word, amma bəzən başqa şey edirik? but sometimes we don't. Niyə biz bəzən səhvimizi və günahımızı deyəndə və ya məsləhət veriləndə When someone says what is our hə deyirik, amma çəkilib tamam başqa şey edirik? but we don't do that. We just do whatever I want, whatever we want again. Necə bu sualların cavabı Saulun özündə olduğu kimi Answers for these questions all had. və bu sualların cavabı da bizim hər birimizdədir. Each of us have Məndə deyil. Və biz görürük Şaul gərəksiz və yararsız hər şeyi məhv edir. We see Saul destroy everything he does Amma ona lazım olanları saxlayır. what he needs. O artıq Rəbbin düşündüyü kimi düşünmürdü. He was not thinking how God. O artıq siyasi düşünürdü və bu vəziyyətdən nə əldə edə bilərəm düşünməyə başlamışdı. From the situation. O bu vəziyyətdən mən nə əldə edə bilərəm düşüncəsi əslində hiləgərlikdir. Bu artıq hiləgər düşüncələrə, pis düşüncələrə izin verir və ürəyi bununla dolur. Çünki şeytana həyatında yer verməyə başlamışdı. Because he started to give place to Satan in his life. Efeslilər 4-cü fəsildə yazılıb ki, iblisə yer verməyin. It's written, "Do not give Satan your life." Biz şeytan bizə təsir edə biləcəyi bir yeri ona verməməliyik.
But we should not give Satan a place where he can influence us. Əgər qəlbimizdə ona imkan versək, balaca bir yer. O gəlib orada məskən salacaq və yaşayacaq. He will come and live there with us. Kilsə ataları deyir ki, şeytan bizim canımıza malik ola bilməz. Əgər oradan nə iləsə qidalanmırsa. Have our soul until it doesn't feed, Bilirsiniz, Paul bu ayəni doesn't eat something from us. imanlı necə həyat sürməlidir kontekstində deyirdi. Necə yaşamalısan, bunu et, bunu etmə, bunu et, bunu etmə, Məsihdə yaşa, müjdəni yay, Rəbdə dərinə get və yaxud başqa fikirlər və balaca bir fikir qoyur bura. 3 sözdən ibarət. İblisə yer verməyin. Bu balaca 3 söz əslində böyük bir təsirə malikdir. This great word has a big meaning in this context. Və Şaul icazə verdi ki, şeytan ona təsir etsin. Let Satan influence. Və həmin vaxtda paralel Allah Şamuellə danışır. At the same time, God talked to Samuel. 10-11-ci ayədə 15-ci fəsildə deyilir. Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu. Samuel heard the God's word. Şaulu padşah etdiyimə peşman oldum, deyir Allah. Çünki o dönüb mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib. Followed me and didn't say. Şamuel qəzəbləndi I said, və bütün gecə Rəbbə fəryad etdi, Samuel was dua etdi. angry and cried to God all the night. Bilirsiniz, burada Allahın insani peşmançılığından söhbət getmir. Burada Allahın kədərlənməyindən söhbət gedir. It's all about God was Allah bilirdi ki, nə olacaq, amma olan hadisə Allahı kədərləndirir, məyus edir. that's the event that made God sad. Həmin gecə Şamuel yazılıb ki, bütün gecə Rəbbə fəryad etdi. Samuel crying to the Lord all the night. Biz dəqiq bilmirik o nə üçün dua edir, We don't know. amma əminəm ki, o Şaul üçün dua edir. But we heard that he prayed for Saul. Mən bilmirəm, Şamuel başa düşürdü ki, artıq geriyə dönüşü yoxdur Şaulun, yoxsa yox, The return, amma yenə də dua edirdi, but fəryad edirdi. he kept crying. Varmı həyatımızda belə insan ki, biz dayanmadan onun üçün dua edirik? In our lives, or like this. Hətta bəzən ümid yolu görməsək belə, illərlə dua etdiyimiz insanlar varmı? Are there any people among us who keep praying to God? Mən sizə ruhlandıraraq bunu demək istəyirəm. Dualarınızı dayandırmayın. I want to say this. Do not Hətta heç bir çıxış yolu görməsəz, There's no way out. bir ümid belə, bir işıq belə, No light. yenə də dualarınızı davam etdirin. Əgər kimlərisə seviriksə, onların ölümünü görmək istəmiriksə, əl çəkmədən dua edək o insanlar üçün. Not stop and we should keep praying. Və biz sonra görürük ki, And then we see 12-ci ayədə Şamuel səhər erkən durur və Samuel got up in the morning. eşidir ki, Şaul Karmel'e getdi və özünə abidə qoyub, Carmel, geri qayıdıb he built a statue to himself around here. Gilgala indi. The Gilgal. Biz bu ayə məni şok edir. And I shocked in this verse. Sanki hər şeyi gözəl etmiş kimi hələ gəlib özünə bir abidə də qoyur. Ya mən nə qədər gözəl böyük bir iş görmüşəm, özünə hələ bir abidə də qoyur. How an amazing bird is this? So I decided to build a Bilmirəm gülüm yoxsa ağlayım bu vəziyyətə, oxuyanda hər dəfə. or crying at it. Sanki bu abidəyə layiqdir o. Deserved it. Bizim həyatımızda ən böyük yeri kim tutur? Who should get the main part of our life? Əgər insan özünü yüksəldir və tərifləyirsə People keep praising them. və qürurlanırsa, demək əslində o insan yüksəlməyib. O dibə yıxılıb, sadəcə özünün xəbəri yoxdur. O düşüb, He doesn't. amma özünün xəbəri yoxdur. Qanunun təkrarı 8-ci fəsil 10-dan 14-ə kimi çox gözəl sözlər deyir Allah. Yazıb ki, yeyib doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz.
ehtiyatlı olun ki Allahınız Rəbbi unutmayasınız. So you will not forget the God, your Lord. Bugün sizə buyurduğum Rəbbin əmri və hökmlərinə riayət edin. Obey the decrees and laws of God that I'm telling to you today. Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, naxırınız, sürünüz çoxalanda, And when you have lots of qızıl gümüşünüz və hər şeyiniz artanda silver, ürəyiniz qürurlu olmasın. let your heart not proud of itself. Və sonra da deyir, yenə And Allahınız Rəbbi unutmayasınız. do not forget your God. Şaul artıq belə olmuşdu. O padşah idi və hər şey var idi. He was Artıq king. qürur həyatına girməyə başlamışdı. And there was big Bilirsiniz, qürur hər bir imanlının çox vaxt görmədən həyatına girən bir günahdır. pride is something like every believer has in their lives, even without they know about it. Bu günah bəzən özünü elə maskalayır, elə kamuflaj edir ki, biz In a görmürük. way that we don't see it. Və bir də ayılırıq ki, həyatımızın böyük bir hissəsini idarə edir. Rules majority of our life. Və görürük Şamuel gəlir Gilqala və Şaulun yanına. Şaul ona dedi, qoy Rəbb sənə xeyir dua versin, mən Rəbbin sözünə əməl etdim. Paul said to Samuel, Şamuelin cavabı məni öldürür də, dəhşətdir də bu kişi. Qayıdır deyir ki, elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böğürtüsü nədir? Samuel said, what if the hearings of the Şaulun cavabına baxın. What are these? Onları Amaleklilərdən gətirdik. I got them from Amalek. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunları, öküzlərin ən yaxşılarını gətirib, qalanlarını isə məhv elədi. Sacrifice forgot them, and we killed, we destroyed everything. Biz belə bir lori dildə söz var. Deyir, Şamuelin üzünə durub deyir ki, mən Rəbbin əmrini yerinə yetirdim. Doğrudan elədir. Elə bir Şamuel uşaqdır, onu aldada bilər. Güya Şamuel'e belə deməklə aldada biləcək, inandıra biləcək. Bəzən insanlar belə olur, adamla elə danışırlar ki, güya biz heç nəyə görmürük, bilmirik, anlamırıq, başa düşmürük. Biz yəni axmağıq, heç nə anlamırıq onun danışığından. Bilirsiniz, həmişə Şamuel'in xarakteri məni mat məhəttəl, yəni məni belə təəccübləndirir, şoka salır. Çünki o qarşındakı insanın vəzifəsinə, kimliyinə baxmırdı. Birbaşa Allahın sözünü deyirdi. Who is the one in front of him, but he was just telling God's words. Və biz görürük ki, Şaul qürurlu olduğunu göstərən bir əlamət edir. Özünə bəraət qazandırır. Özünə haqq qazandırır. And Paul is right, is righteous. İnsanı günah və səhv üstündə tutursan, amma boynuna almaq əvəzinə həmin an fikirləşir və özünə bəraət qazandırmaq istəyir. Çox təhlükəlidir. Əgər bizdə belə bir qürur varsa, Rəbdən istəyək ki, Rəbb bizi bağışlasın. Siz bu ayədə ikinci təsir edən fikir və məni incidən bilirsiniz nə idi? Deyir ki, bu qurbanları sənin Allahına qurban gətirmişik. Nə deməkdir? Nə oldu, sənin Allahın deyil artıq? Artıq Şaul üçün o Allah Şamuel'in Allahı idi. Onun deyildi. Çox təhlükəlidir. Artıq Şaul özünü Allah'tan uzaqlaşdırır. Və Allah ona, o Allah'a yad, gəlimə, kənarda biri olur. Bu hekayə çox böyükdür. Mən burada hekayəni dayanıb, amma bir neçə fikir demək istəyirəm.
Efeslər 2-ci fəsildə yazılıb 12-ci ayədə. verse 12. O vaxt siz Məsihsiz, That time you didn't have İsrail vətəndaşlığından kənar, out of Israeli citizenship, Allahın vədlərinə əsaslanan əhdlərə yad, you were far away from the God's words. dünyada ümidsiz, You had no hope in the world. Allahdan məhrum idiniz. You didn't have God. Əslində bir zamanlar İsa Məsih bizim üçün yad bir Allah idi. Jesus was lying to us. Və bir zamanlar biz də Allaha yad idik. And sometimes we were aligned to God too. We didn't know Him. Bir zamanlar İsa Məsih başqalarının Allahı idi. But in the past, Jesus was someone else's God. Rusların, Avropalıların, Europeans, Amerikalıların. Americans, Biz ona ait değildik. we were not belong to Him in the past. Bizim Allahımız başqa idi We had God, və biz o Allahın qulu idik. and we were slaves of Him. İsa Məsih adını eşitmişdik, We heard about Jesus, amma onu şəxsən tanımırdıq. and we didn't know Him personally. Bizim üçün sadəcə o bir peyğəmbər idi. He was just a prophet for us. Bizim üçün o yaxşı bir müəllim idi. He was a good preacher for us. Bizim üçün o möcüzələr edirdi. Onu eşitmişdik. O onu etdi, bu möcüzə etdi. Vəssalam burada da dayanırdı hər şey. And that's it. That's all we knew. Amma Efeslərdə görün Həvari Pavel nə deyir? What Paul says, 2-ci fəsil 13, 17 və 19-cu ayələr. 17 and 19. Amma bir zaman uzaq olan sizlər indi Məsih İsa'nın qanı sayəsində yaxın oldunuz. Today you are close to Him. O gəlib həm uzaqda olan sizlər, Those who are, həm də yaxındakılara for those who bu barışdırma müjdəsini verdi. gospel. Deməli artıq yad və qərib deyilsiniz. So you are not aligned to each other from now. Siz müqəddəslərlə birgə vətəndaş You are the citizens və Allahın ailə üzvüsünüz. and you are a family member of God. Bunu mən İsa Məsihə iman etməmişdən qabaq eşitsəydim, deyərdim, bu nə danışır? If I knew it, if I heard it before Bu fikirlər mənim üçün çox yad idi. what is talking about? Hətta bəzən gülməli də gələ bilər ki, bu nədir? Allahın ailə üzvü, Allahın ailəsinin vətəndaşı. In the past, because this is God's family. Amma artıq biz yad deyilik. But we are not foreign to Him. Mən artıq yad deyiləm. I'm not foreign to Him. İsa Məsih artıq mənim üçün bir peyğəmbər deyil. He's not only a prophet for me. İsa Məsih artıq mənim xilasımın mərkəzidir. Jesus is the center of my salvation. İsa Məsih artıq məni cəhənnəmdən xilas edən, Liberated. məni bağışlayan He forgave me. və yeni həyat verən bir şəxsdir. He is the one who gave me a new life. Mən Allahın ailə üzvüyəm, sən də. I'm a family member of God and you too. Mən Allahın səma vətəndaşıyam, İsa Məsihin, sən də. Of Jesus and you too. Mən artıq qul deyiləm. I'm not a Mən Allahın övladıyam. I'm a child of God. Mən bunu İncildən oxuyanda bu mənə dəhşət toxunmuşdu ilk dəfə. And it touched me so hard when I Çünki biz ancaq qul fikrini görmüşdük bütün həyatımız boyu. in our entire lives. Amma İsa Məsih bizə övlad deyir. Mən və sən artıq Allahın övladıyıq. Allah bizim üçün hansısa indi uzaqda olan bir şəxs deyil. Ona Abba ata deyə müraciət edə bilirəm. Bu ata can mənasındadır. Doğmalıq mənasındadır. Biz Allah üçün artıq doğmayıq. Biz Allahla biz eyni. Onunla bir ailəyik. Əslində bu çox bəxtəvərlik gətirir bizə.
It gives us happiness. Və onu demək istəyirəm ki, bunu heç nəyə dəyişməyin. Nothing can change. Əgər bu gün Today, Məsihdə olan bəxtəvərliyi əldə etmək istəyirsənsə, you want to get İsa Məsihi Allahın oğlu və xilaskar kimi qəbul et. O zaman sən Allahın övladı olacaqsan. Qoy Rəbb sizə bu yolda xeyir dua versin, bərəkətləsin və qorusun. Amin.